Biz niye beləyik? Yenə də bir real hadisə barədə sizə danışacağım. Bu hadisə barədə niyə danışıram? Burada da yenə etik davranışlarla bağlı bir məsələyə vurğulamaq istəyirəm. Bir günlərim çıxdım yolun kənarına, taksi gözləyirəm, işə gedəsiyəm. Gəldi bir taksi saxladı. Arxa tərəfdən qapını açdım ki, əyləşəm. Gördüm bir 100-120 kiloluq bir arvad əyləşib burada, rahat oturubdu. Dedim ki, xanım, zəhmət olmasa o yana keçin, o biri sideniyə. Mən əyləşim. Mən ayağım ağrıyır. Yaxşı, ayağın ağrıyır. Keçdim, özüm dolanıb yolun o tərəfindən, keçib o biri tərəfdən əyləşdim. Taksi də nə kənarda saxlamayıb, tam yoldan çəkilməyib da. Elə yolun ortasında elə bir yolun biraz kənara çəkib bir qırağında saxlayıb da, çox kənarda saxlamayıb da əslində. Arxadan da bir maşın siqnal verir. Nəsə mən tez keçib bu tərəfdən fırlanıb əyləşdim. Təzəcə əyləşmişdim ki, arvad bərlədi. Bəziləri fors edirik keçib bu tərəfdən oturmağa. Dözmədim. Dedim, ay xanım, buradan bura bu biri sideniyə keçmirsiniz, ona ərikirsiniz özünüz. Hələ mənə bir söz də atırsan. Qabaqda da şofer əyləşib, yanında da bir dənə cavan oğlan. Oğlan dedi ki, qayıdıb, xala düz deyir də. Vay, biz bunu gördük. Arvad başladı, nə başladı oğlana? Heyvan oğlu, eşşək oğlu, sən kimsən, sən qələt edirsən. Oğlan dözmədi, qayıtdı, dedi ki, ay xala, o nə sözlərdir mənə deyirsən, hamısı özünsən. Bilməzsən sən başıma nə oyun açaram. Oğlan deyir ki, mənə nə ardısan ki? Bunlar tutaşdılar, dalaşırlar. İndi mən də arvada yalvarım, ay xala deyəm, ay xala, sən Allah taxsın məndə oldu, sən Allah deyəm, zərər yoxdur, qoy məndə olsun. Arvad deyəmir, yox, sən bilməzsən, bu saat yığarım bura el aləmi. Sən tərbiyəsizsin biri, tərbiyəsiz. Oğlan deyir, tərbiyəsiz özünsən. Belə gördüm, yox, bunlar dayanmırlar, arvad dayanmaq bilmir. Arvadın üstünə bir ki, dayan dedikcə odun üstünə benzin tökürsən. Axırda çarəm kəsildi, taksi şoferinə dedim ki, saxla mən düşürəm da, çarəm kəsildi da. Düşdüm mən. Bunlar sürüb getdilər. Deyirəm, hindi, abala, ay arvad, heç olmasa heç nədən utanmırsan, 120 kiloluq bir tonluq çəkündən utan. Yayılıb sideniyə bir oturmursan, bir damcı oyuna sürüşmədin, yalandan dedin, ayağım ağrıyır. Bir abrun olsun, bir sən həyin olsun, da özünə hörmətin yoxdur, insanlığın yoxdur, onu başa düşdük. Sən nə cavan oğluna deyirsən ki, heyvan oğlu, eşşək oğlu, bilirsən o kimdir, o atası kimdir, sən nə ağzı o gələn danışırsan. Bəlkə qayıtdı səbir, ağır kəlmə dedi. Heylov cinayətlər olur. Yekə 75 yaşında arvad özünə hörmət qoymayanda cavan oğlandan nə gözləyək?